Bütün Qafqazın şeyxi Hacı Allah Şükür Paşazadə Ümumdünya Kilsələr Şurasının baş katibi Jerry Pilley'e məktub göndərib. Məktubda Ümumdünya Kilsələr Şurasının ədalətli dinlərarası dialoq və səmərəli əməkdaşlıq müstəvisi rolunu oynadığına diqqət çəkilib. Bildirilib ki, 1993-cü ilin 8 fevral tarixində Montreux'də keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dəyərli addım atılıb. Xristian ermənilər və müsəlman azərbaycanlıların bundan sonra da sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq şəraitində yaşamalı olduqlarına diqqət çəkilib. Ümumdünya Kilsələr Şurasının o dönəm baş katibi Konrad Raizenin tapşırığı ilə Azərbaycana səfər etmiş nümayəndə heyəti təcavüzə uğramış. Etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından qaçqın və məcburi köçkün olaraq didərgin salınmış azərbaycanlıların ağır vəziyyəti ilə yerindəcə çadır şəhərciklərində tanış olmuş, qayıtdıqdan sonra ölkəmizə humanitar yardım göstərmək barədə qərar almışdılar. Qədir bilən Azərbaycan xalqı Ümumdünya Kilsələr Şurasının həmin dövrdə Ermənistan təcavüzünə məruz qalmış vətəndaşlarımız üçün ayırdığı humanitar yardımı bu gündə dərin minnətdarlıq hissi ilə xatırlayır. Bugünsə bizdə sual yaranır ki, hər zaman İsa Məsihin nəsihətlərinə uyğun şəkildə mərhəmət və ədalət prinsiplərinə istinad etməli olan Xristian Kilsə Təşkilatının təcavüz qurbanı Azərbaycana münasibətinin dəyişmə səbəbi nədir? Təəssüf hissi ilə vurğulanıb ki, son dövrlər Kilsələr Şurasının rəsmilərinin açıqlamaları qeyri-obyektivliyi və qərəzliliyi ilə Azərbaycan xalqının haqlı narazılığına səbəb olub. Ölkəmizin dünyada dinlərarası dialoq və əməkdaşlıq məkanı olaraq tanındığına, qəbul edildiyinə, dövlət başçımız səviyyəsində bu prosesə hər zaman dəstək və himayə nümayiş etdirildiyinə diqqət çəkilib. Xatırladılıb ki, 2-ci Qarabağ müharibəsindən sonra BMT tərəfindən bölgəyə səfər etmiş müşahidəçi missiyalar bu ərazidə dinc erməni əhalisinə, mülki infrastruktura qarşı zorakılığın tətbiq olunmadığını təsdiq etmişlər. Azərbaycanın Qarabağ bölgəsində erməni mülki əhaliyə qarşı heç bir təzyiq və ya zorakılığın göstərilmədiyi və onların bu ərazini könüllü olaraq tərk etdikləri bir daha diqqətə çatdırılıb. Xristianlığın təməl prinsiplərinə xilaf çıxan, İncilin sülhsevər çağırışlarına zidd gedən erməni Qriqoryan din xadimlərinin sülh üçün dua etməyə əvəzinə, müharibə səngərlərində bir əlində xaç, bir əlində Kalaşnikov tutub, uşaqdan böyüyə qədər öz əhalisini Azərbaycan torpaqlarının işğalına ruhlandıranların və onların havadarlarının həqiqi din xadimliyi şübhə doğurur. İnsanları sülhə deyil, zorakılığa təhrik edən erməni kilsəsi erməni xalqını ölənədək savaşa səsləməklə onun gələcəyini növbəti təhlükələrə və fəlakətlərə sürükləyir. Məktubun sonunda erməni kilsəsinin kövrək sülh şəraitini pozan qızışdırıcı, revanşist, həqiqətə uyğun olmayan təbliğatına və xristian təşəbbüskeşliyindən sui-istifadə cəhdlərinə Ümumdünya Kilsələr Şurası tərəfindən bundan sonra dəstək verilməməsi üçün çağırış edilib. Zeynəb Mirzəyeva, Real.